Niyə deyirlər? Bir saat təfəkkür, elmlə məşğul olmaq 60 il ibadətə bərabər ya üstün bəzi hədislərdə. Bu o mənaya gəlmir ki, ibadəti tərk eləyəsən. Bu o mənaya gəlmir ki, elə bir saat elmlə, təfəkkürlə məşğul olub ibadətdən uzaq. Yox, o mənada yox. O öz yerində olmalıdır. Amma təfəkkürsüz, elmsiz, nadanlıqla edilən ibadət insana fayda verməz. Yəni, sən elə ibadətdə ol, ömrün boyu qeybət elə. İbadətdə ol, ömrün boyu məkirli, insanlar barəsində, belə deyib, bədgüman olaraq və ibadətin səni, gözündə səni ucatsın, özü böyük biləsən, ibadətinlə təkəbbürə varasan. Çünki namaz nərdivan kimidir. Nərdivanla həm quyunun dibinə düşmək olur, həm də yuxarı qalxmaq olur. Bəzən o məlun şeytan gözəl əməli gözündə elə gözəlləşdirib, şirki xəfi deyirlər də, gizli, özün də hiss eləmədən səni azdıra bilər. Məsələn, namazda deyəsən, maşallah, məndən yaxşı namaz qılan yoxdur. Səcdələrin biraz uzun ola, yanında biri tələm-tələsi qılanda deyəsən, onun namazı haram, mənim namazım haram, mən gözəl namaz qılam. Bu sözlər səni quyunun dibinə salar. O savab kimi görünən əməli sənin əlindən alar aparar, uçuruma aparar.